Bəs bu hökumət nə ilə məşğuldur? Bu Azərbaycanın baş naziri bax bu dəqiqə neçə illərdir da adam orada oturub. Bunu bir dəfə arada bir gəlir, o da o Azərbaycan dilində bilmir. Bax danışa bilmir. Anladabildim mi? Adam Azərbaycanca bilmir, qəti bilmir ha. Gəlir parlamentdə belə o multfilm kimi ağlını eləm danışır, güya hesabat verir. Sonra da çıxır gedir, bir dənə sual verəndə deyir ki, deyir adın hansı cihazdan ölçüsüz dadın nüfuzunu, hökumətin. Bu hökumətin Azərbaycanda özü yoxdur. Nəinki nüfuzu, özü də yoxdur. Belə hökumət kimin əllədir və baş verən o bayaq dedim ha, o nədir o gəlin məsələsi filan filan. Buna elə belə şey deyil. Bax, paralel hökumət demişdim. Paralel hökumət sürətlə dövlət ələ keçməyə gəlir. Və onun özü bir əməliyyatdır və paralel hökumət dövlətə yürüyür. Və bu dövlət paralel hökumətin əlinə keçdiyi gündən bu millətin yani sonu gələcək. Bu qədər deyim ha. Tapınaq çocukları hər yandan gətirib doldururlar buraya. O günləri prezident çıxdı dedi ki 47 gün daha vəziyyə qoydum çıxartdım. Bir də burada oxuyuram ki bir də Göyçayda bütün Gədəbəydə nə qədər qohumları var gətirib orada işə qoyun. Adamlar yazırlar bilsinmi? O da olmayan yerdən tüstü çıxmaz. Və hamısına da prezident tapşırıq gedin yaxşı işləyin. O Putin Kadırova deyən kimi. Adam bunu qabağına qoyub deyir ki 20 ildir sən bu Çeçenistanın büdcənin dövləti Azərbaycan həm Rusiyanın həm də Çeçenistan büdcəsini talayıbsan ailəli ki, nəsilli ki. Sonra deyir gedin 5 il orada işləyin. İndi canıb başına döndüyüm İlham Əliyev qabağına qoyur bunlara dərs keçir. Gedin belə millətə xidmət edin. Bax əvvəlçilərdən dərs alır. Adam gedir 47 gündən sonra belli olur ki bütün dadları tası oturduq. Nədir? İş adamlar. Belə bir ölkədə baxın bu bizim dərdimiz, o da dedi, get dərdini suya sür. Suya söylənərsin, bizim dərdlər. Akşam səhər Xəzərin qırağına millət ətdən çəpər çəkə, o Allaha yalvarar ki, bizim axırımız nə olacaq? Neynim, nə verib sizə ala bilmişsiniz bu millətdən heç? Bax, o məktəb mən nə qədər deyim ki, məktəbdə bir gün, ya bu neçə gündür mən burada danışıram da. Bax, bu məktəbə bir adam gəlsin də, bir təhsil idarəsindən, bir nazirdən soruşacaq, bala burada nə baş verir? Gəlmirlərsə, demək oyun belə oynanır dediyim kimi da bax get orada adam ortalıqda gəlir deyir ki mən 50 min vermişəm 60 min 40 min məktəb almışam kimi bir də İlham Əliyevdir mən buradan tərpədəməz. Kim deyib onları? Bir aptek müdürünü gətiriblər zabış qoyublar. Ondan sonra aptek müdürü də deyib mən aptekdə işləyən aptekar. Ondan sonra da Balışniyə çıxıb gedib evində direktor evində uşaq hazırlamaqla məşğuldur. Ya bu qardaş bu məktəb hər gün bax nətər sərhəd qorunur ha, sərhədlər. Hər gün orada məktəb elə bir sistemdir ki, hər gün məktəb hər gün. O elə bir sərhəd torpaqları, ərazinin sərhədi qorur. Məktəblər millətin mənəviyyatını, əxlaqını və gələcəyini qorunduğu yerdir. Hər gün orada üstündə əsəcəklər. Bax belə direktorundan, zavuçundan, müəllimindən, valideynlə hamı bu millətin gələcəyinə nə verə bilir? Bu millətin gələcəyi necə olacaq və biz kimi yetişdiririk? Bu oxuyan şagirdlərin bu gələcəkdə bunlar kim olacaq, nə olacaq? Heç kimin heç nə vecinə deyil. Nə qədər deyəcəm ki, deyirəm də gözlüksü ki, qan tökülsün. Gözlüksü elə bil ki, elə doğrudan elə olmaz. Mən bana sənə deyirəm, gördünüz o dəfə danışdım, vurub müəllimin çənəsini qırmışdı. Bir gün də bir dad gördüm, haçsa bu rayonda əsən masallıqda yoxsa haçsa məktəbdir. Cəmaatın içində direktor qabağına salıb şahit döyür orada başlar. Bunu çəkirlər, yayırlar. Heç kim sanki elə belə durmalıdır. Küçədə bir uşaq gedir, bir sumka qaçırdı, 5 il iş verirlər, düzdür. Birinə bir şillə vurursan, bütün nəsilini, tayfanı yığırlar, evin eşini satdırırlar, sən şillə vurursan, elə. Biz direktor cəmaatın uşağını salıb döyür orada. Tərbiyə eləmək ayrı şeydir. Biz də indi müəllimlər bizə döyüb eləyib, indi bu arada döyül, məsələ elə döyül. Bizim valideyn bilsəydi ki, müəllim səni döyüb, valideyn də üstəm döyəcəkdi. Niyə? Çünki o bilirdi ki, valideyn yaxşı bilirdi ki, uşağı müəllim elə öz kefinə döyənməz. İndi hər addım başında, qardaş, indi bu uşaqlar hamısı belədirsə, bu niyə belədir? Bu məktəb yetişdir, bax buna. Yox, bu, niyə hər yerdə, bax, bir dənə də məktəb göstərin ki, bax, bir nümunə kimi çəksinlər, desinlər ki, bax, burada hər şey belə, hər şey yerində. Yoxdur belə bir şey. Hər gün məktəblərlə bağlı olmayanda sosial şəbəkədə olur. Müəllimlər qan ağlayır. Deməli, bütün adlarda, nədir, dövlət, yəni bu maaş verən idarələr var. Hamısında total qısa gedir, total.
Xüsusilə də bu da. Hə. Musiqi məktəblərində müəllimlər qan ağırlar. Orada o vaxt mən biraz danışmışdım, o vaxtda mənə yazmışdılar da. Hep soykırım gedir. Adamın 50 yaşında, 60 yaşında adamı məktəbdən çıxardırlar. Adam musiqi məktəbində işləyib. İndi bunun o yaşıdır, təzdən gedib iş tapası falan istəyir. Bu pensiya da alamayacaq. Biz bunun necə olacaq? Kimdir bunun başında ayağında duran? Bu 40 il, 50 il musiqi məktəbində işləmiş müəllim. Əgər yaratmaz və yaramaz bir müəllim idisə 40 il onun yolu da tutublar. Yox, belə o filankəsin qohumudur, təzə direktor gəldi, kimə buna xoş gəlmədi, sən çıx, sən ərzanı yaz, sən get. Bu belə idarə etmə olmaz ki. Bu insanlar yazıq deyil mi? O qədər insanları, indi bugün deyirəm də, total ixtisarlar gedir. Onun üçün deyirəm, bu cəmiyyətə heç nə demirlər. Adamlar özləri də sona qədər dözürlər ki, bəlkə də qaytardılar. Amma total ixtisarlar gedir hər yerdə. İndi mən deyirəm də, mən gündə cəmaatın içindəyim. Adamlar yazan var, danışan var, görüşməyə gələn var. İndi mən bunlara nə deyə bilirəm? Mən bu vətəndaşa nə deyim? Nə cürə deyim ki, ay vətəndaş, gedin, bu ölkədə, bura bizim ölkəmizdir, hər şey yaxşı olacaq. Necə deyim, kimə güvənim deyim? Deyirsən prezidenti dəyəcəm, deyir, get prezidenti dədəsinə deyim. Deyirsən Mehriban xanıma yazacağım, deyirsən get kimə deyirsən deyim. Deyirsən ki, nazirlə, nə bilim, rəislə danışacağım, deyir, rəis kimdir ki? Mən burada belə, Allahın başçısı olayım. Belə bir şəraitdə, belə bir dadda, həm də bir daha deyirəm, çevrədə, dünyada elə bir ki, qəsdimdə, Azərbaycanın çevrəsi getdikcə də çevrə daralır. Sərhədimizə doğru gəlir. Belə bir toplumla, belə bir əzilmiş, əzgin toplumla bu boyda dərdlərin altına, problemlərin altına çiyin verilməsi çökəcək. Bu ölkəni çöktürməkdən məqsədiniz nədir? O İlham Əliyev indi oturubsan da indi özün. Məsələn, mən bilirəm. İlham Əliyev dirəniş göstərir dada qarşı. Bu İranla bağlı. Ötə, xaraşo, əla, gözəl. Amma eyni zamanda bu ölkənin içində hər şey baş ayaqdırsa, hər şey kəllə mayallaq gedirsə, o zaman o İrana qoşuldun nə, qoşulmadın nə? Onsuz da qoşulmasan da belə, qoşulsan da belə bu ölkə yavaş-yavaş içindən çürüyüb gedir. Əldən ağac içindən çürüyür. Bir gün şar töküb gedəcək. Ondan sonra da o ağacı yerindən bitirmək olmayacaq. Və onu gəlib aparıb, baltalayıb, doğrayıb odun eləyəcəklər. Bu ölkəni doğranan odun eləmək istəməkdə məqsədiniz nədir? Valla çıxın cəmaata deyin ki, vəziyyət budur. Bu millət başının çarəsinə bir təhri baxar.